Hamıya salam. Gəlin bugün birlikdə çox maraqlı bir şey edək. İngilis dilində 6 ferma heyvanının adını necə demək lazım olduğunu öyrənək. Hazırsınız? Onda başlayaq. Baxın, bugünkü planımız belədir. Əvvəlcə İngilis heyvan adları ilə ümumi tanış olacağıq. Sonra həyətdəki dostlarımıza, yəni bəzi məməli heyvanlara baxacağıq. Daha sonra lələkli dostlarımıza keçəcəyik və sonda çox nəcib bir heyvanla tanış olacağıq. Ən axırda isə əlbəttə ki, öyrəndiklərimizi bir də təkrarlayacağıq ki, yadımızdan çıxmasın. Görəcəksiniz, həm asan, həm də əyləncəli olacaq. Yaxşı. Deməli, sistemimiz çox sadədir. Hər heyvan üçün sözün ingiliscə yazılışını, onun tələffüzünü, dilimizə tərcüməsini və ən əsası, sadə bir cümlədə necə işləndiyini öyrənəcəyik. Beləcə, sözlər daha yaxşı yadımızda qalacaq. Elə isə ilk qrupumuzla, yəni həyətdəki dostlarımızla başlayaq. Bunlar bilirsiniz, hamımızın tanıdığı o klassik ferma heyvanlarıdır. Gəlin görək söhbət kimlərdən gedir? Və birinci heyvanımız a cow. Gəlin mənimlə birlikdə təkrarlayın. A cow. Bir daha a cow. Super. Tələffüzü gördüyünüz kimi a cow şəklindədir. Azərbaycan dilində isə bu əlbəttə ki, inək deməkdir. Məsələn, cümlədə belə deyə bilərik. The cow gives milk. Yəni, inək süd verir. İndi isə gəlin a goat ilə tanış olaq. Birlikdə deyək, a goat. Afərin, tələffüzünə diqqət edək. A goat kimi səslənir. Dilimizdə isə bu keçi deməkdir. Cümlədə isə belə istifadə olunur. Look at the goat, yəni keçiyə bax. Bu bölmədəki sonuncu dostumuz isə a donkey'dir. Gəlin tələffüz edək. A donkey. Çox yaxşı. Tələffüzü a donkey kimidir. Məması isə bizdə uzunqulaqdır. Nümunə cümləmiz də belədir. The donkey is small, yəni uzunqulaq balacadır. Yaxşı, indi də gəlin lələkli dostlarımıza baxaq. Ferma həyatının o səsküylü və rəngarəng sakinləri ilə tanış olmağa hazırsınız? Elə isə getdik. Və ilk lələkli dostumuz a rooster. Ucadan deyək, a rooster. Çox gözəl. A rooster kimi səslənir və xoruz deməkdir. Bilirsiniz də, səhərlər hamını yuxudan oyadan məhz odur. Cümlədə belə deyə bilərik. The rooster is loud, yəni xoruzun səsi güclüdür. Növbəti sözümüz həm qısadır, həm də asan. A duck. Gəlin təkrar edək. A duck. Tələffüzü çox sadədir. A duck və bu ördək deməkdir. Məsələn, cümlədə belə işlədilir. A duck is in the water, yəni ördək sudadır. İndi isə gəldik sonuncu, amma ən xüsusi heyvanımıza. O qədər xüsusidir ki, ona ayrıca bir başlıq ayırmışıq. Fermaların əsl nəcib və güclü simvolu. Bəli, bu xüsusi heyvan a horse-dur. Birlikdə tələffüz edək. A horse. Super. A horse kimi səslənir və bu, təbii ki, at deməkdir. Atlar çox sürətli olur, elə deyilmi? Məhz buna görə də cümləmiz belədir. The horse is fast. Yəni, at sürətlidir. Əla işdir, dostlar. Deməli, 6 yeni söz öyrəndik. İndi gəlin öyrəndiklərimizi sürətli bir şəkildə təkrarlayaq ki, bu sözlər yaddaşımızda tam olaraq möhkəmlənsin. Baxın, bu cədvəldə öyrəndiyimiz hər şey bir yerdə cəmlənib. Çox rahatdır, deyilmi? Gəlin ingiliscə sözləri son dəfə birlikdə ucadan tələffüz edək. Başladıq. A cow, a goat, a donkey, a rooster, a duck və a horse. Super, afərin sizə. Beləliklə, bugünkü izahımızın da sonuna gəldik. Ümid edirəm ki, bu 6 heyvanın adını öyrənmək sizin üçün həm asan, həm də çox əyləncəli oldu. İndi isə sizə bir sualım var. Siz İngilis dilində başqa hansı heyvanların adını bilirsiniz? Biraz fikirləşin, araşdırın və öyrənməyə davam edin. Növbəti izahda görüşənədək.